Salam, hörmətli izləyicilər, əziz Azərbaycan xalqım. Nəzərə çatdırım ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bugün qeyd edim ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür, ordumuzun günüdür. Biz də bu günlərim ictimai nəzarətçilər olaraq doğrudan da çox sevinir, şadıq ki, Azərbaycanın çox böyük, müzəffər, güclü ordusu var. Və bildiyimiz kimi, ulu öndərimiz, əbədi yaşar prezidentimiz Heydər Əliyev Azərbaycana qayıdışından sonra Azərbaycanda vahid ordu yaradıldı. Bəli, doğrudan da o günə qədər Azərbaycanda vahid ordu yox idi, yəni çox çətin bir vəziyyət idi. Lakin ulu öndərimizin qayıdışı artıq ordunun yaranmasına, vahid ordunun yaranmasına səbəb oldu. Bəli, bu günlərim çox sevinirik ona görə ki, ulu öndərimizin layiqli davamçısı, onun siyasi kursunu keçmiş Azərbaycan Respublikasının prezidenti, eləcə də Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev cənabları bu gün Azərbaycan ordusunu elə bir yüksək səviyyədə, yəni təkmilləşdirib ki, artıq bütün dünyada Azərbaycan ordusu güclü bir ordu kimi tanınır. Bəli, bunun hər birinin arxasında cənab prezidentimiz dayanır. Çünki ordunun güclənməsi, onun müasir silahla təmin olması dövlət başçısından asılıdır. Ona görə də bu günlərim biz fərəh hissi ilə, qürur hissi ilə qeyd edə bilərik ki, 44 günlük müharibədə, yəni Qarabağımızın azadlıq uğruna gedən müharibədə bu tam sübuta yetirildi ki, doğrudan da Azərbaycanın müzəffər, güclü ordusu var. Biz bununla fəxr edirik. Biz də bütün Azərbaycan xalqı bu günlərin cənab prezidentimiz İlham Əliyevin ətrafında birləşərək, bəli, dövlətimizin gələcəyi üçün daima əlimizdən gələn dəstəyi göstərəcəyik, həmrəy olacaq. Qeyd edim ki, bu günlərin biz Azərbaycan xalqı çox yüksək bir səviyyədə yaşayan xalqıq, əmin-amanlıq, asayişin qorunması, sərhədlərimizin güclü qorunması, hər biri, yəni bu günlərim özünü göstərir. Ona görə də biz də bu günlərin bu günkü gündə bu təbriklərə qoşularaq ilk öncə qeyd edim ki, Azərbaycan Respublikası Könüllü İctimai Nəzarətçilər Birliyinin sədri Təyyar müəllimin başda olmaqla Təyyar müəllim adından, eləcə də rayon təşkilat sədrləri adından, üzvləri adından bizim müzəffər ordumuzun Ali Baş Komandanı cənab prezidentimiz İlham Əliyev başda olmaqla bütün müzəffər ordumuzun zabit və əskərlərini, orada çalışan bütün insanları təbrik edirik. Bu şərəfli yolda onlara uğurlar diləyirik. Çünki biz xalq olaraq, millət olaraq, bir Azərbaycanlı olaraq daima dövlətimizin yanında durmalıyıq, ordumuzu qorumalıyıq, ordumuza dəstək olmalıyıq. Ona görə də biz də bu yolda həmrəyik, daima da bu yolda bir adımlayacaq inşallah. Mən bugün gündə bir daha əziz, hörmətli Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev, siz başda olmaqla bütün Azərbaycan ordusunu təbrik edirik. Onlara can sağlığı, onlara gözəl gələcək arzulayırıq. O var olsun ordumuz, biz daima xalqımızın, prezidentimizin, ordumuzun yanındayıq. Eşq olsun Azərbaycan xalqına. Bir daha bu gözəl bayramınız mübarək. Diqqətiniz üçün təşəkkür edirəm.